Deməli, bunu da yeyirəm yeməyənlərin sağlığına. Aylarla, illərlə ət yeməyən insanlarımız var Azərbaycanda. Niyə? Çünki Əliyevləri yeyir, Paşayevləri yeyir və onların məmurları yeyirlər. Bu söhbəti qoyuram qırağa. 25 maydır və İlham Əliyev bugün açıqlama verib ki, yağış suları ki evləri basır, maşınları basır. Debil İlham Əliyev qayıdıb deyib ki, bu çox gözəl bir hadisədir. Su ehtiyatımız çoxalır və biz boyunca yayda oranı buranı eləyəcəyik, sulayacağıq. Valla deyiləcək söz yoxdur. Belə prezidentin Elman Əliyev kimi, Siyavuş Novruzov kimi, Qüdrət Həsənquliyev kimi, Am Qəzənfərin oğlu kimi deputatları olar. Yaşasın İlham Əliyev. Kim yemirsə günah onun özündədir. Göz haqqımızı halal eləyir. Sizlə mən Sadə Elşad Məmmədov. Sunun Azərbaycana çox böyük xeyri oldu. Çox.